Bir ayda 10 kilo verirəm gün 3. Yeni gündən hər kəsə salamlar. Özüm haqqında qısa olaraq məlumat vermək istəyirdim ki, 23 yaşım var. Hazırki kilom, yəni bu rutinə başlayanda 113 kilo 700 qram kimi bir şeydi. Yəni yuvarlaqlaşdırdıqda 114 kilo civarı idim. Amma ən çox gördüyüm çəki elə aprel ayının 1-də başlamağıma təkan verən çəki 117 kilo neçəsə qram, yəni yuvarlaqlaşdıranda 118 kilo idim. İnanın şoka düşdüm. Yəni mən özümü biləndən onsuz kilolu bir tip olmuşam, amma yəni, bu dərəcədə də olmamışam. Ona görə belə bir marafona başladım. İnanıram ki, istədiyim çəkiyə tezliklə düşəcəm. Bu öz yerində sizinlə başqa şey haqqında da danışmaq istəyirəm. Hər gün video paylaşdığım üçün hansı mövzuların sizə daha çox maraqlı gəldiyi haqqında o qədər çeşidləndirə bilmirəm. Əgər sizə maraqlı olan mövzu varsa, mənə bildirin. Mən də əgər məlumatlıyamsa, həmin mövzu ətrafında videomla sizə aydınlıq gətirim. Bundan da əlavə qeyd edim ki, mən diyetoloq deyiləm. Sadəcə öz təcrübələrimi paylaşıram. Davamı üçün məni izləmədə qala bilərsiniz.